Salam dostlar, hər vaxtınız xeyirli olsun. Sizi qədim Misirdən salamlayıram. O Misir ki, tarixin dərinliklərindən bu günə qədər həm aşkar, həm də gizli qalmış sirləri ilə dünya tarixinə bir irs, silinməz bir iz qoyubdur. Biz hal-hazırda Misirin Sina yarımadasında yerləşirik. Birazdan bizim səfərimiz olacaq. Əgər sizə maraqlı olsa, həqiqətən bizim olacaq. Çünki mən tək səfər eləyəcəyəm, amma siz də virtual olaraq mənimlə birlikdə səfər edəcəksiniz. Yolumuz Allahla insanın vasitəsiz olaraq danışdığı bir yerə, Allahın müqəddəs buyurduğu bir yerə, yerlərlə göylərin təmas etdiyi bir yerə, müqəddəs Tur Sina dağına və Allahın Musa peyğəmbərə ilk olaraq peyğəmbərlik bəxş etdiyi, onunla ilk olaraq vasitəsiz danışdığı müqəddəs Tuva vadisinə olacaq. Dostlar, artıq gördüyünüz kimi qaş qaralıb, artıq Sina yarımadasında məğrib namazı girib, azanı girib, axşam olubdur. Təxminən 1 saatdan sonra tur şirkətin avtobusu otelə gələcək, bizi götürəcək və biz yola düşəcəyik. Yola düşməzdən öncə, indi hər halda bu videoya baxanlar nə vaxtsa planlayıb bu səfəri özləri gerçəkləşdirmək istəsələr, səfər ərzində mən bildiyim, öyrəndiyim faydalı məlumatları sizə verəcəyəm, sizinlə bölüşəcəyəm. Hazırda resepsiyonda oturmuşam. Tur şirkətin nümayəndəsini gözləyirəm. Birazdan gəlməlidir. Saat 9 tamama danışmışıq. Artıq saat 9-dur. İndilərdə gəlib zəng eləməlidirlər. Bizi hardasa, yəni bütün gecə demək olar yol gözləyir. Bir istiqamətə təxminən nəqliyyatla 3 saatlıq yoldur. 3 saatlıq yoldur. Ümumiyyətlə Sina yarımadası şimaldan Aralıq dənizi ilə, cənubdan isə Qırmızı dənizlə əhatə olunubdur. Biz özümüz hal-hazırda Sina yarımadasının cənubunda yerləşirik. Tur Sina dağı da, Tuva vadisi də, onlar da Sina yarımadasının cənubunda yerləşir. Sadəcə olaraq Sina yarımadası özü dağlardan ibarət olduğuna görə, yəqin ki birbaşa yol yoxdur deyə, yol, nətər deyim, belə uzanır. Ora çəkilən yol təhlükəsizlik baxımından, əlverişli baxımından hal-hazırda ora çatmaq üçün 3 saat tələb edir, təxminən. Dostlar, hal-hazırda yolda fasilədir. Biraz fasilə eləyirik. Zəvvarlar, turistlər. Kimi su içir, kimi yemək istəyir, kimi əl-üzün yuyub rahatlanmaq istəyir. Fürsətdən istifadə edib bir məlumatı çatdırım ki, Sina dağı özü 2285 metr hündürlükdə yerləşir. Onun ətəyində isə Tuva vadisi yerləşir. Onun da hündürlüyü 1400 metrədir yer səviyyəsindən. Ümumiyyətlə məsləhət olunur ki, bu
tura gedənlər, bu ziyarətə gedənlər özləri ilə yaxşı olar ki, isti paltar götürsünlər. Çünki gecə orada hava biraz soyuyur. İstənilən müxtəlif fəsillərdən asılı olaraq əlbəttə ki, qış aylarında gedəndə daha soyuq ola bilər. Amma yay fəslində isə nisbətən soyuq ola bilər. Amma yenə də bədənin istiyə öyrəşdiyi bir vaxtda orada gedib soyuqlamaq heç yerinə düşməzdir. Ona görə ehtiyat üçün yaxşı olar ki, isti paltar özünüzlə götürəsiniz və ayaq geyimindən deyim, dağa qalxmaq üçün özünüz yaxşı bilirsiniz ki, ayağa hansı formada ayaqqabı götürmək lazımdır. Yaxşı olar ki, sport ayaqqabısı, yəni dilimizin öyrəşdiyi krasovka götürmək mütləqdir. Сейчас огорода Шарм-эль-Шейх, дорога от Шарм до города Сент-Катрин 220 кило, это 3 часа времени. Через 50 минут у нас есть первая остановка, 15-20 минут кому ходить в туалет там бесплатно. Budur artıq biz yola düşmüşük. Əvvəlcə bizi kiçik ölçülü mikroavtobuslarla otellərdən toplanış məntəqəsinə gətirirlər. Daha sonra isə qrup formalaşdıqdan sonra böyük ölçülü avtobusla biz Tuva vadisi tərəfə istiqamət götürürük. Bələdçimiz Əşrəf çox məlumatlı bir insandır, olduqca nəzakətli, verilən bütün suallara çalışır dolğun cavab versin və turistlərə əsasən 3 dildə Rus, İngilis və Ərəb dillərində səfər barəsində məlumat verir. Если у вас есть алкоголь или нож, надо остановиться в машине. 5 минут въехали в контроль. Контроль у нас есть молодцы, посмотрите, что у вас есть. Телефон поставить на стол, вещи. Выходили через интернет дверь, потом возьми вещи и просто из-за этого и познакомиться. Əziz dostlar, indi hal-hazırda növbəti dayanacaqdayıq. Növbəti fasilədir. Hardasa 10-15 dəqiqəlik bizə fasilə veriblər. Mən tarixə bir nəzər salmaq istəyərdim. Vaxtımız varmışkən. Deməli, zalım Firon dövrünün aydın məsələdir ki, tarixdən də bəllidir ki, çox qəddar hökmdarı olubdur. İsrail oğullarına çox böyük əzablar, əziyyətlər veribdir, zülümlər veribdir. Günlərin bir günü Firon dəhşətli bir yuxu görür, vahiməli bir yuxu görür və yuxudan ayılan kimi əmr edir ki, kahinlər, yuxu yozanlar, sehirbazları onun huzuruna gətirsinlər. Onlar da Fironun bu yuxusunu yozub ona xəbər verirlər ki, İsrail oğullarından bir evlad dünyaya gələcək, oğlan uşağı və o sənin səltənətinə son qoyacaq, sənin taxtından devirəcək, səni və cəmaatınla birlikdə, səni və cəmaatını birlikdə Misirdən uzaqlaşdıracaqdır. Sözsüz ki, bu xəbər Firona heç xoş gəlmir, yuxusunun belə formada yozulması və əmr edir ki, yeni doğulan İsrail oğullarından yenicə doğulmuş körpə oğlan uşaqlarını öldürsünlər. Onun qətl əmri, bir şey də deyim ki, bəs yuxu yozanlar ona bu xəbəri verəndə dedilər ki, artıq o oğlan uşağının, evladın artıq doğulma vaxtı çatmışdır. O vədə artıq vaxtı çatmışdır. Firon vahmiyə düşür, Firon əmr edir ki, yenicə doğulmuş oğlan uşaqların qətl edilsin. Bu qətl əmri 2 il səhv eləmirəmsə, ya 3 il davam edəndən sonra Firon özü bu qətl əmrini dayandırmalı olur. Çünki İsrail oğullarının artıq nəsli kəsilə bilərdi. Məsələ burasındadır ki, Misirlilərin və Fironun bir çox ağır, əzablı, zülümlü işlərini məhz İsrail oğulları görürdü. Ona görə qətl əmri dayandırılır və 2 ildən, 3 ildən bir icrası təkrar edilir. Və qətl əmri veriləndə artıq Həzrəti Musa doğulmuşdu. Həzrəti Musa doğulmuşdu, amma Həzrəti Musa doğulanda onun anası
bu qətliamın içində vahiməyə düşməyə bilməzdi. Ona görə evladının qətl olunmasından ehtiyat edib Körpə Musanı bir sandığın içinə qoyur və Allaha təvəkkül eləyib Nil çayına buraxır. Körpə Musa sandığın içində Nil çayından üzür, gəlir Fironun sarayına, daha da dəqiq desək, Asiya xanımın sarayına gəlir. Həzrəti Asiya bilirsiniz ki, Fironun həyat yoldaşı olmuşdur. Və sarayın xidmətçiləri çayla üzən bir qayıq görürlər, kiçik bir qayıq deyim, sandıq deyim, nəsə bir qutu deyim. Bu xəbəri tez çatdırırlar Həzrəti Asiyaya. O da göstəriş verir ki, bəs o sandığı çaydan çıxartsınlar. Sandığı çaydan çıxardanda Nil çayından, daha doğrusu, görürlər ki, burada körpə bir oğlan uşağı var. Bu xəbər Həzrəti Asiya üçün möcüzəvi, sanki göydən düşmə bir xəbər idi. Səhv eləmirəmsə, Həzrəti Asiyanın evladı yox idi deyəsən, evladı olmurdu. Lakin oğlan uşağının sandıqdan tapılan oğlan uşağının, yəni Həzrəti Musanın sarayda evladlığa götürülməsinə Firon qarşı çıxır. Firon buna imkan vermir, lakin Həzrəti Asiya öz təmiz qəlbi ilə, öz uzaq görənliyi ilə, öz şücaəti ilə Fironu razı sala bilir ki, Musanı evladlığa götürsünlər, onun sarayında böyütsünlər. Ümumiyyətlə, Fironun yoldaşı Asiya xanım dünyaya Allah tərəfindən göndərilən bəşər evladının 4 ən üstün qadınlardan biri olubdur. Həzrəti Asiya xanım. Asiya xanım büsbütünlüklə tövhid dininə tabi olmuşdu, Allahın təkliyini qəbul etmişdi. O, Fironun dininə, Fironun hökmranlığına, yəni Allahlıq iddiasına tamam şəkildə qarşı çıxırdı və Fironun onu təhdid etməsinə baxmayaraq sona qədər öz imanında qaldı. O, həm də övladı kimi böyütdüyü Həzrəti Musanın dininə tabi olmuşdur, yəni təkallahlıq dininə tabi olmuşdur və əzablı şəkildə, faciəvi şəkildə onu Firon öldürməyi, qətl etməyi əmr verir. Və heç də təsadüfi deyil ki, onun məqamını uca Allah Quran-ı Kərimdə qeyd etmişdir. Bir məqamı da diqqətinizə çatdırım ki, Musa hələ körpə olanda onu əmizdirmək üçün Misirin bir çox qadınları saraya üst tuturlar, amma balaca Musa heç bir qadının südünü qəbul etmir. Yalnız və yalnız onun bacısı bir şey qeyd edeyim ki, sandığın izinə düşür. Sandığın izinə düşür. Çay boyu, Nil boyu. Və həmən sandığın harda dayandığını, kim tərəfindən götürdüyünü izləyir. Və bundan xəbər tutan, yəni Musanın əmizdirilməsindən ötürü Misirin qadınlarını yığılması xəbərini eşidən Musanın bacısı bu barədə anasına xəbər verir ki, narahat olma, Musa etibarlı əllərdədir və iş elə gətirir ki, Musanın bacısı saraya yaxınlaşıb xəbər verir ki, sizə südünü qəbul edəcək bir qadın xəbər verim ki, hansı ki Həzrəti Musa onun bu balaca körpə uşaq, onun südünü qəbul edəcək. Ona buyururlar ki, bəli, xəbər ver. Allahın işinə baxın ki, elə iş elə gətirir ki, Həzrəti Musanı dünyaya gətirən qadın Həzrəti Asiyanın sarayına gəlir və Musanı öz südü ilə qidalandırır. Bu da Allahın Musaya yetirdiyi möcüzələrdən biridir. Dostlar, yadıma düşdükcə bildiyim məlumatları yol boyu sizinlə paylaşacağam. Hələ ki yolumuza davam edirik. Hal-hazırda gəlib çatmışıq gömrük məntəqəsinə. Burada keçid var, yoxlayırlar. Bir-bir
çantaları yoxlayırlar, cibləri yoxlayırlar. Bu yolla inşallah qalxacağıq Turisina dağına. Artıq bura gəlib çatmışıq. Həzrəti Musa Peyğəmbər bu yollarla, demək olar, bəlkə başqa yol var deyə bilmərəm, amma ən azından Peyğəmbərin ayağının dəydiyi məkana gəlib çatmışıq. Bundan sonra artıq piyada qalxacağıq dağa. 3 saat piyada yoldur qalxmaq. Səhəri orada qarşılayacağıq. Daha sonra isə dan yeri söküləndən sonra düşəcəyik aşağı. Müqəddəs deyilən Santa Katerina monastiri var. Onun haqqında yol boyu məlumat verəcəyəm. Orada biz Tuva vadisini ziyarət edəcəyik. Turgit bizə 2 nəfər xalis bədəvi ərəbi təyin elədi. Bizə bələdçi olacaq yol boyu. İkisinin də adı Muhamməddir. Onlar burada yaşayırlar, buranın sakinləridirlər. Gördüyünüz kimi yol bu formada başlayır. Amma heç də belə davam eləməyəcək. Birazdan bu gördüyünüz bu mıncıq kimi düzülən işıqlar bitəcək və qaranlıq yollar başlayacaq. Yol boyu deməli müxtəlif yerlərdə dayanacaqlar var, kafelər falanlar var orada. İndi ola bilər mən çəkməyim, lentə daha doğrusu yaddaşa almayım. Amma nəzərə alın ki, siz bura gələsi olsuq, nə qədər yerdə istirahət eləmək üçün dayanacaqlar olacaq. Kofe, çay, su alıb qəbul edə bilərsiniz. Bununla bizim ziyarətimiz bu yerlərə başlayır. Biz artıq müqəddəs torpaqlardayıq. Həzrəti Musa Peyğəmbərin məqamı dəyən müqəddəs torpaqlarda. Əziz dostlar, bir şey də qeyd edeyim ki, əgər siz Tuva vadisinə, müqəddəs Tuva vadisinə, Turisina dağına səfər eləməyi planlaşdırsanız, yaxşı olar ki, biraz öncədən məşq eləyəsiniz, ayaqlarınızı işlədəsiniz. Çünki piyada xeyli yol gedir. O səbəbdən gərək işləməyən ayaqları birdən-birə yük altına salanda fəsadları pis olur. Ona görə bunu da nəzərə alın. Qrupumuz gəlir. Hardasa 15 nəfərdən ibarət qrupdur. O qədər də çox deyil. 15-20 nəfər arası. Hələ ki yol boşdur. Amma təyin olmuş məntəqəyə, təyinat məntəqəsinə çatanda çox güman ki, adamların sayı çox olacaq. Ona görə əsas bələdçimiz bizə, Əşrəf bəy, bizim qrupumuza ad qoydu ki, o qrupun adı ilə səslənək ki, qrupun nümayəndələri orada qarışıb bir-birlərini itirməsinlər. Yəni, burada ziyarət eləmək üçün qayda belədir. Ki, biləsiniz, nə vaxtsa bura gəlsəz, nə vaxtsa ya fərdi qaydada, ailəvi şəkildə gəlsəz, fərq eləməz. Burada qayda qanun bax bu formadadır ki, nəzərinizdə saxlayasınız. Hal-hazırda dayanıb dincimizi alırıq. Təəssüflər olsun ki, heç bir telefonun obyektivi buradakı mənzərəni qeydə ala bilmir. O sarıdan ki, mən samanı çəkərdim, ulduzları, ətrafı. Heç də zülmət qaranlıq deyil, yəni insan yolu görə bilir, cığırı görə bilir, amma təəssüf ki, kamera acizdir ki, bu gözəlliyi, samanın gözəlliyini, aydınlığını, nə qədər ulduz görsənir göydə. Təəssüf ki, mən heç ayı düzəməlli qeydə ala bilmirəm. Çox möhtəşəmdir. Hələ qalxdıqca sama daha da aydınlaşır. Bizimlə bərabər dəvə kərvanı da gəlir. Bu sözsüz ki, turistlərə, zəvvarlara təqdim olunan əlavə xidmətdir. Kim əgər yorulubsa, qalxmaq istəmirsə, əlavə ödəniş eləyib, dəvə ilə qalxa bilər. Növbəti dayanacaqdayıq. Hər addım başı demək olar ki, burada bədəvi ərəblər öz dəvələrini
nəqliyyat vasitəsi olaraq təqdim eləyirlər. Dəvə mənim sevdiyim, ən çox sevdiyim heyvanlardan biridir. Allahın möcüzəsidir dəvə. Əslində bu tur necə olmalıdır? Qayda qanuna qalsa. Birinci, Tuva vadisini ziyarət eləmək lazımdır. Sadəcə Tuva vadisi Santa Katrin monastırında yerləşdiyinə görə monastır cəmsi gün ərzində 3 saat açıq olur. Saat 8:30-dan açılır, bir də 11:30-a qədər. Ondan sonra onların orada dini ayinləri başlayır və onu bağlayırlar. Yəni, bura gələn zəvvarlar ora yalnız bu 3 saat ərzində daxil ola bilərlər. Biz də bura axşam gəldiyimizə görə, monastır bağlı olduğuna görə məcburi şəkildə biz birinci olaraq dağa qalxmalı oluruq. Amma Həzrət Musanın yolu ilə gedəsi olsaq, o zaman gərək biz birinci Tuva vadisini ziyarət eləyək. Tuva vadisi isə dediyim kimi qaldı artıq gün çıxandan sonraya. Belə. Turisina dağı artıq qeyd etdiyim kimi 2285 metr hündürlükdə yerləşir. Allah Taala Musa peyğəmbərə peyğəmbərlik verdikdən sonra Həzrət Musa peyğəmbər qardaşı Həzrət Haruna öz cəmaatını, İsrail oğullarını tapşırır ki, bu Ərəf surəsində qeyd olunubdur. Mən qalxıram dağa, Allah Taala'dan səhifələr qəbul eləməyə, sən isə qövmüm içində qal və insanların azmasına imkan vermə. Həzrət Musa peyğəmbər Allahla 40 günlük vədələşdiyi bir yerdir bura, Turi Sina dağı. Mən demək olar ki, artıq çatmışam, sonlara yaxınlaşmışam, tam yuxarı ilə qalxmamışıq. Deməli, bizim piyada gəldiyimiz yol artıq bitib. Dediyim kimi, Camel Station'dır bura, dəvələr bura qədər gəlirlər. Deməli, 7 kilometr yolun 6 kilometrini biz Süleyman 6 kilometrini yoldan gəlirik, kimi dəvə ilə, kimi piyada. Qalan yolu isə 750 pilləkəndən ibarət yol var. 750 pilləkəndir. Onları isə mütləq qalxmaq lazımdır. Orada da dəvə qalxmır. Artıq dağın düz başına qalxır. Harada ki, Həzrət Musa peyğəmbər Allahdan səhifələri qəbul etmişdi. Artıq peyğəmbərlik məqamına çatandan sonra 40 gecəlik miqat da həmən bax yuxarıda baş vermişdi. Birazdan ora qalxacağıq. Əzizlər, mən sizə bir söz deyim. Mən dəvə ilə yol gələrkən o qədər zövq aldım, o qədər heyrətamiz bir mənzərənin şahidi oldum. İnanın, qaranlığın işığını seyr elədim. Səmanın gözəlliyini seyr elədim mən. Çox heyrətamizdir, sözlə deyiləsi deyil. Come here, stop. Because now we'll start 700. Here English. You can read. Artıq Sina dağının, Turi Sina dağının sonuna çatmaq üzrəyik. Buradan artıq görsənir ki, Sina yarımadasında dan yeri sökülür. Dostlar, biz artıq Turi Sina dağının düz yuxarısındayıq artıq. Harada ki, Həzrət Musa peyğəmbərə səmavi ilahi səhifələrin nazil olduğu ehtimal olunan bir yerdir. Burada gördüyünüz kimi məscid var, namaz qılmaq üçün, eyni zamanda kilsə var. Bura Sina yarımadasından cənub hissəsidir.
Там же мечеть, там молятся люди. Ну там нет никого. Они были. Были, да? Sinay yarımadasının cənub hissəsidir bura. Dan yeri sökülür, artıq birazdan gün qalxacaq. Mən obyektivə bu mənzərəni alıram, çəkirəm, amma inandırım sizi, gözlə buranı görmək tamam başqa bir effektdir. Gözlə görmək tamam bir başqa təəssürat yaradır. Olduqca heyrətamiz bir mənzərədir. Olduqca heyrətamiz mənzərədir. Artıq səmadakı ulduzlar sönüb, dan yeri qızarır. Biz bu yerdəyik. Bu yerdə Uca Allah, Rəbbimiz Həzrəti Musa Peyğəmbərlə vasitəsiz olaraq danışıb. Bu yerdə Musa Peyğəmbərə səhifələr nazil olub qeyd elədiyim kimi. Bu yer həqiqətən müqəddəs yerlərdən biridir. Allah Taala'nın yer üzündə təyin elədiyi nişanələrdən biridir. Musa ilə 30 gecə barədə vədələşdik. Sonra ona daha bir 10 gündə əlavə etdik. Beləliklə, Rəbbinin təyin etdiyi müddət tam 40 gecə oldu. Musa qardaşı Haruna dedi, sən tayfam içində mənim xəlifəm ol, cəmaatı islah etməyə çalış və yer üzündə fitnə fəsad törədənlərin yolu ilə getmə. Musa təyin etdiyimiz vaxtda Tur-i Sinaya gəldikdə Rəbbi onunla danışdı. Fürsətdən istifadə edib mən də Rəbbimə dua edirəm ki, Allah Azərbaycanımızı qorusun, Allah xalqımızı qorusun. Allah Azərbaycanımızı ağla gələn, gəlməyən, yerlərin, göylərin bəla müsibətlərindən qorusun. Allah xalqımızı, millətimizi qorusun. Allah ölkəmizi müvəffəq eləsin. Allah Taala İslamın bayrağını, Azərbaycanın bayrağını daim uca eləsin inşallah. Bu mağara Həzrəti Musa'nın qaldığı mağaradır. Hardakı 40 gün vədələşdiyi miqat vaxtı olanda Həzrəti Musa deyilənə görə bu mağarada qalırdı. Səhifələr ona nazil olanda. Maman, ma copine. Bu yerdə Həzrəti Musa qalıbdı. Deyilənə görə onun həm də dua eləyibdi. Əziz dostlar, artıq Tur-i Sina dağından səfərimizi başa vurub üzü müqəddəs Tuva vadisi istiqamətində yola düşürük. Tuva vadisi Tur-i Sina dağının təxmini götürdükdə ətəyində yerləşir. Bu yer istər İslam, istər xristianlıq, istərsə də yəhudilik kimi tövhid dinləri nöqteyi nəzərindən müqəddəs yer hesab olunur. Vadi bugünümüzdə dəniz səviyyəsindən 1570 metr hündürlükdə tikilmiş
Yunan pravoslav inancının mərkəzi hesab olunan müqəddəs Yekaterina monastırı ilə tanınır. Başqa sözlə desək, Santa Catherine və ya Monastır Svetoy Yekaterini. Bu ərazidə ilk kilsənin tikintisi 4-cü əsrə, daha dəqiq desək 330-cu ilə təsadüf edir. 6-cı əsrdə isə, daha dəqiq desək 557-ci ildə İmperator Justinian tərəfindən ərazidə sözü gedən monastır salınır və ərazi monastır divarları ilə əhatə olunur. Monastır idarəetmə baxımından dövlətdən və kilsələr icmasından tam şəkildə azaddır və özü-özünü idarə edir. Monastır tarixin bir çox hadisələrinə şahidlik edib. 625-ci ildə artıq İslam dini bu torpaqlarda yayılmağa başlayanda monastır icması müqəddəs Mədinə şəhərinə nümayəndə heyəti göndərir. Onlar İslam peyğəmbəri Həzrəti Muhammed Salawatullahdan monastırın toxunulmazlığı haqqında amannamə xahiş edirlər. İslam peyğəmbəri də öz növbəsində bu xahişi qəbul edir, razılığa əsasən müsəlmanlar bu məbədi qoruyur və məbəd vergidən azad edilir. Ümumiyyətlə, istər Ərəb xilafəti zamanında olsun, istər Osmanlı dövlətinin zamanında olsun, hətta Napoleon Bonapartın hücumları zamanı belə monastırın toxunulmazlığına riayət edilib və monastır tarixin heç bir dönəmində qarətə, dağıntıya məruz qalmayıb. Qeyd edim ki, İslam peyğəmbəri ilə razılıq amannaməsinin orijinalı ceyran dərisi üzərində Kufi dəsti xətti ilə Həzrəti Əli tərəfindən yazılıb və peyğəmbərin əl izi ilə möhürlənmişdir. Təəssüflər olsun ki, orijinal nüsxənin taleyi barədə məndə məlumat yoxdur. Monastırda yerləşən muzey eksponatları içərisində isə sözü gedən amannamənin surəti saxlanılır. Muzey bələdçisinin isə mənə verəcəyi məlumata görə bu günümüzdə əldə olan nüsxə heç də orijinal deyil, o vaxt ki, 2-ci xəlifə Ömər ibn Xəttab tərəfindən köçürülmədir və nüsxədəki əl izi də məhz ona məxsusdur. Məhz bu nüsxənin orijinalı 1517-ci ildə 1-ci Sultan Səlim tərəfindən İstanbula gətirilir və o vaxtdan orada saxlanılır. Monastırda dünyanın ən qədim bibliyalarından biri saxlanılırdı. 19-cu əsrdə onu tədqiqat, araşdırma məqsədi ilə rus çarına verirlər. Bir müddət sonra isə kitabın çara hədiyyə olunduğu elan edilir. 1933-cü ildə isə İosif Stalin kitabı nə az nə də çox 100.000 funt sterling dəyərində Britaniya muzeyinə satır. Bax belə. Bugün monastır kitabxanasında saxlanılan ən qiymətli hesab edilən qədim əlyazma 5-ci əsrə aid olan Bibliyadır. Ümumiyyətlə, monastır kitabxanası əlyazmalardan ibarət kitab və ikona sayına görə çox zəngindir və yalnız tarixi dəyərinə görə Vatikan Apostol kitabxanasından geri qalır. Qeyd edim ki, kitabxana monastırda 1734-cü ildə arxiyepiskop Nikiforun zamanında yaradılmışdır. Monastır ərazisində məscid də mövcuddur. Bildiyim qədər məscid hazırda fəaliyyət göstərmir. Lakin bir zamanlar bu yoldan həcc səfərinə gedən zəvvarlara bu məscid xidmət göstərirdi. Düşünürəm ki, monastır haqqında bu qədər kifayət edər. Əgər geniş məlumat istəsəz, sözsüz ki, internetdən Google axtarış sistemindən əldə edə bilərsiniz. Biraz da Tuva vadisinin özü haqqında danışaq. Əziz dostlar, qeyd elədiyim kimi, Tuva vadisi Uca Allahla Həzrəti Musa Peyğəmbərin vasitəsiz danışdığı yerdir. O yer ki, Musa məhz burada Peyğəmbərlik məqamına çatır. Bu yerin adı müqəddəs Quran-ı Kərimdə 2 yerdə çəkilir. Allah özü bu yeri, bu məkanı müqəddəs adlandırır və Həzrəti Musa bu yerə ayaq basanda ona nəliyini, yəni ayaq geyimini çıxartmasını əmr edir. Musa Peyğəmbər Mədiyəndə qaldığı vaxt Şüheyb Peyğəmbərin qızı ilə ailə qurmuşdur. Onun Şüheyb Peyğəmbərlə razılıq müddəti var idi. Bu müddət bitəndən sonra Musa ailəsi ilə birlikdə Mədiyəndən Misrə yola çıxır. Qaranlıqda yolu itirən Musa
yanar bir od görür. Ailəsinə, siz burada dayanıb gözləyin, mən bir od gördüm. Gedim oradan sizə isinmək üçün bir şölə gətirim və ya yol göstərəcək bir nəfər tapım deyə buyurmuşdu. Musa alov saçan, özü isə yanmayan ağaca yaxınlaşdıqda uca Allahın səsini eşidir. Allah o yerdə Musanı peyğəmbərlik məqamına ucaldır. Dostlar, elə biz də həmin o ağac ehtimal olunan yerə üz tutmuşuq. Bu ağac haqqında internetdə daha çox mən özüm rus dilində axtarış etmişəm. Sizə maraqlı gəlsə sadəcə olaraq Neapolimaya Kupina yazıb barəsində məlumat əldə edə bilərsiniz. Mənası yanmayan kol və ya ağac deməkdir. Belə əziz dostlar, artıq gəlib çatdıq yol boyu barəsində bəhs etdiyim müqəddəs Tuva vadisinə. Və gəlib çıxdıq monastira. Santa Katarin monastırı. Hansı ki müqəddəs Tuva vadisini öz əhatəsinə alıb. Поэтому это у нас израилит. Он пришел в Египет, пытался с фараоном, чтобы фараон не пустил с ним в битве. Никак. 30 лет с фараоном бороться. Все равно ему пришлось избежать с ними. Artıq səhər açılıb, monastırın qapıları turistlərin üzünə açılıb. Burada bələdçilər turistlərə müxtəlif tarixi məlumatlar verirlər. Biz isə öz yolumuza davam edirik. И Бог приказал ему ударить море куском. Когда он сделал, вода разошла, стала дорога. Musanın hekayəti sənə gəlib çatdımı? O zaman Musa bir od görüb ailəsinə belə demişdi. Siz yerinizdə durun, mənim gözümə bir od sataşdı. Bəlkə ondan sizə bir köz gətirdim, yaxud odun yanında bir bələdçi tapdım. Odun yanına yetişdikdə belə bir nida gəldi. Ya Musa, mən həqiqətən sənin Rəbbinəm, nəleyinini çıxart. Çünki sən müqəddəs vadidə, Tuvadasan. Mən səni seçdim, sənə vəhy olunanı dinlə. Mən həqiqətən Allaham, məndən başqa heç bir tanrı yoxdur. Mənə ibadət et və məni anmaq üçün namaz qıl. Təəssüflər olsun ki, bura gələn zəvvarlar, turistlər əsas ilahi vacib qaydaya əməl eləmirlər. Bizim isə borcumuzdur. Allahın müqəddəs məkanına ayaq basanda ora ehtiram göstərək. طيب اوكي نرجع للصخره بتاعتنا. الصخر ده من جبال كاترين في البرانشز او الفروع بتاعت الشجره. بالظبط اي جزء منها هتلاقي نفس التكوين بتاع الفروع وبتاع الشجره. لا 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 مش ضرب برد، لان هو ده لو ضرب برد هيبقى في حتت معينه فقط. هو بس اي حاجه. Barəsində bəhs elədiyim həmən o amannamə İslam Peyğəmbəri ilə monastır rəhbərliyi arasında razılıq. Bu kopyasıdır, əsli qeyd olunduğu kimi İstanbulda saxlanılır. Ərəb və türk dillərindədir. Ərəb yazılışıdır, amma türk dilində. Əziz dostlar, bununla da bizim sizinlə müqəddəs torpaqlara səyahətimiz başa çatdı. Çox gözəl təəssüratlarla
bu mübarək yerlərlə sağollaşıram. Vaxtınızı ayırıb məni səbirlə izlədiyinizə görə isə sizə dərin təşəkkürümü bildirirəm. Allah bütün arzusunda olanlara bu yerləri ziyarət etməyi nəsib eləsin. İnşallah yeni çəkilişlərlə gələn görüşlərədək. Allaha əmanət olun. راحي كريم عظيم عليم حليم حكيم متين منان رحمن فتاح غفار تواب رزاق شهيد حسيب حليم اللهم صل على محمد وآل محمد